Bu rəsm əsərində şeytan adamın ruhunu almaq üçün onunla şahmat oynayır. Rəssam əsərdə o qədər maraqlı detallar gizlədib ki, gəlin bu detallara birlikdə baxaq. Əsərdə özündən əmin olan şeytanı və ümidsiz gənc oğlanı görürük. Şahmat taxtasına yaxından baxaq. Fiqurların düzülüşünə əsasən, oğlan uduzmaq üzrədir. Masanın altından çıxan hörümçək gənc oğlana tərəf gedir. Bu şeytanın oğlanı öz toruna salmaq üzrə olduğunu göstərir. Arxadakı mələk ümidsizcə oğlana baxır. Sanki ona yazığı gəlir. Həqiqəti bilir, amma deyə bilməz. Çünki gənc öz qərarını azad iradəsi ilə verməlidir. Məkandakı fiqurlar buranın şeytanın məkanı olduğunu göstərir. Onun baxışlarına yaxından baxaq. Şeytan diqqətlə rəqibini izləyir. Onu udmaq üzrədir. Amma sanki baxışlarında tərəddüd hiss olunur. Bəlkə də gəncin görə bilmədiyimiz bir şansı da var. Bu əsər Alman rəssam Moritz Reç tərəfindən çəkilib. Rəvayətə görə, dünya şöhrətli şahmatçı Paul Morphy bu əsəri görəndə onu diqqətlə analiz edir. Şahmat taxtasını gətirib, fiqurları əsərdəki kimi düzür. Morphy tapır ki, əslində gəncin uduzmamaq üçün möcüzəvi bir xilas yolu var imiş. Bəlkə də rəssam bu gizli simvollarla bizə demək istəyir ki, həyatın sənin mat etdiyini düşünmə, qalib gəlmək üçün hələ də şansın var. Oyun davam edir.